Bax onun qardaşlar, bu da MTZ 192'nin yağın alınma qaydası. Bax, yağ gedir. Bax buradan lap göstərin. Bu ara məsafədən baxın. Yağ axır. Deyirsə o müştərilər orada yazır ki, elə müştərilər usta bəy yağ dəyişəndə motor sökülür. Qardaş mən elə ustayam, müştərinin rahatsızlığını fikirləşəm. Yağ dəyişəndə motoru niyə söksən ki? Bunun da bu deşiyi qoymuşuq ki, bax burada yağ filtri var. Baxın, yağ filtri dəyişmək üçündür. Orada yağ axmaq üçündür, bax. Yağ tökülür buradan qardaşım, baxın, diqqətdən. Yəni yağın alanda oranı açdın, yağ da buradan gedir. Yəni yağını almaq üçün motor sökmək lazımdır. Bu bunun akkumulatoru, bu bunun zamoxu, sonra MTZ 192. 25 at gücü olan. İnşallah gedir Sabirabada. Burada yağını alırıq. Yəni maşına bunu inşallah yerləşdirəcəyik. Bunu ağız üstə qoyacağıq. Kimsə aparanda, harasa ağız üstə aparanda bunu hökmən yağı alsın ki, gelib porşunu, şatını əyməsin. Yəni yağ xod deyəndə yağı tökün, xod deyin, su tarih etdir.